Ən azı 1 il antidepressant qəbul edənlərin ürək ölümü riski daha yüksəkdir. Danimarkadakı Rings Hospitalet xəstəxanasının kardiologiya şöbəsinin elmi işçisi Jasmin Mushkanoviç bu mövzuda 2025-ci ildə təqdim olunan yeni araşdırmanın ilk müəllifidir. O açıqlamasında bildirib ki, antidepressantların istifadəsi insanın SCD riskini artırma ehtimalı yaş qruplarına və dərmanlarının istifadə vərdişinə görə dəyişir. Antidepressantlar adətən depressiya və ya obsessiv-kompulsiv pozuntu kimi psixiatrik vəziyyətlər üçün təyin edilir. Bu dərmanların intervalın uzadılmasının potensial yan təsirləri olur. Mənfi aritmik döyüntülər və yavaş dəyişən ölçülər riskini məhz bu zaman müşahidə edilir, deyə Jasmin qeyd edib. 1 il müddətində antidepressant qəbul etmək 56% yavaş dəyişən ölçülərin riski ilə əlaqələndirilir. Bu araşdırma üçün Mushkanoviç və onun komandası 2010-cu ildə 18-90 yaş arası Danimarkalı yetkinlərin tibbi məlumatlarını və ölüm şəhadətnamələrini təhlil edib. Tədqiqatçılar iştirakçıları SCD keçmələrinə və antidepressantlardan 1-6 il və ya daha uzun müddət istifadə etmələrinə görə təsnif edib. Araşdırmanın sonunda tədqiqatçılar 1 ildən 5 ilə qədər antidepressant qəbul edən iştirakçılarda SCD riskinin 56% artdığını aşkar edib. 6 il və ya daha çox antidepressant qəbul edən iştirakçılarda SCD riski 2,2 dəfə yüksək olub deyə tədqiqatın nəticələrində bildirilib. Yeni genetik tədqiqat göstərib ki, bəzi bağırsaq bakteriyaları və qanda olan kimyəvi maddələr balaca boyun səbəbi ola bilər. Nəticələr Pediatric Research jurnalında dərc olunub. Bu, bağırsaq mikrobiotası, qan metabolitləri və Sjögren sindromu arasında səbəb əlaqəsini araşdırmaq üçün Mendel randomizasiyasından istifadə edilən ilk tədqiqatdır. Alimlər müəyyən bağırsaq mikroblarının boyun uzanmasına maneə törətdiyini iddia edib. Tədqiqatın cins səviyyəsindəki mikrobiota məlumatlarına güvənməsi həlli məhdudlaşdırır və növ və ya ştamla bağlı təsirlər araşdırılmamış qalır. Demoqrafik alt qrup təhlilinin olmaması bu assosiasiya yaşa, cinsə və ya əcdadlara görə necə fərqlənə biləcəyini başa düşməyi də məhdudlaşdırır. Ümumiyyətlə, bu tədqiqatın gələcək klinik diaqnostikası və müalicəsi bağırsaq mikrobiotasının tənzimlənməsini nəzərə almalıdır, deyə alimlər bildirir. Cinsi istəyi artıran, əhvalı yaxşılaşdıran təbii məhsul. Dünyada milyonlarla insan cinsi meyilli artırmaq üçün farmasevtik preparatlardan istifadə edir. Statistika göstərir ki, dünyada qadınların 50% libidonun xroniki olaraq azalmasından əziyyət çəkir. Kişilər arasında bu daha az rast gəlinən problem olsa da, müasir həyatın ritmi, xroniki stres kişilərdə də libidonun azalmasına səbəb olur. Mütəxəssislər libidonun azalması ilə üzləşmiş insana kifayət qədər yatmağı, idmanla məşğul olmağı və şokolad yeməyi tövsiyə edir. Tünd şokolad beyində dopaminin ifrazını stimullaşdırır. Neuromediator dopamin əhvalını yaxşılaşdırır, stres hormonlarının səviyyəsini azaldır. Amerika Birləşmiş Ştatında aparılmış bir araşdırmanın nəticələrinə görə hər gün 40 qram tünd şokolad yeyən insanın orqanizmində stres hormonu olan kortizolun səviyyəsi azalır. Həmçinin tünd şokolad orqanizmdə əhvalı yaxşılaşdıran serotonin hormonunun ifrazını artırır. Stenokardiyada erkən müdaxilənin olmaması miokard infarktına və ürək çatışmazlığına gətirib çıxara bilər. Hər bir pasiyentdə sadaladığım şikayətlər yaranarsa, dərhal həkimə müraciət olunmalıdır. Çünki oxşar şikayətlər miokard infarktın başlanğıcında da müşahidə oluna bilər. Burada tez bir zamanda diferensiyasiya aparılmalıdır və müvafiq təcili tədbirlər görülməlidir. Bu sözləri Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardioloqu Sədaqət Sultanova səhiyyə.go.az saytına müsahibəsində deyib. Həkim bildirib ki, stenokardiyanın vacib spesifik əlamətlərindən döş sümüyü arxasında əmələ gələn sıxıcı, göynədici, yandırıcı ağrılardır. Ağrılar kürəyə, çiyinə, qola, boyuna, çənəyə, hətta qarın nahiyəsinə iradiasiya edə bilər. Ağrıların müddəti adətən 15 dəqiqəyə qədər davam edir. Ağrıların fiziki və ya emosional gərginlik nəticəsində baş verməsi stenokardiyanın xarakterik əlamətlərindəndir. Gərginliyi artarsa, ağrılar da çox
çoxalır və əksinə istirahət zamanı ağrılar tam dayana bilər. Anginoz ağrılar həm də dil altına nitrogliserin həblərinin qəbulundan sonra azalır, yaxud tamamilə yox olur. Stenokardiya tutması zamanı pasiyentdə hava çatışmazlığı yaranır. Əllərin sinə nahiyəsinə sıxaraq hərəkətsiz vəziyyət almağa çalışır. Xəstənin təzyiqi arta bilər və nəbzi takikardiya, aritmiya ilə müşayiət olunur. Uzun sürən stenokardiya tutması miokard infarktına keçə bilər deyə kardioloq bildirib. Ev dəyişmək sağlamlığa mənfi təsir edir. Yeni araşdırmada alimlər yaşadığımız yerin dəyişdirilməsinin ürək-damar xəstəlikləri riskinə necə təsir etdiyini müəyyən edib. Sən demə, ev dəyişdirmək ürək-damar xəstəlikləri riskini kifayət qədər artırırmış. Tədqiqat Qana və Hollandiyanın kənd və şəhər yerlərindən olan 1100-dən çox insanı əhatə edib. Bütün respondentlər eyni sorğunu cavablandırıb. Bundan əlavə, qan və nəcis nümunələri verilib. Nəticələr göstərib ki, miqrasiya zamanı mikrobların bəzi qrupları yox olur və yeniləri yaranır. Bu isə sağlamlığa kifayət qədər zərər vurur. Məsələ sadəcə ölkə dəyişmək deyil, eyni zamanda bir şəhərdən başqa şəhərə köçmək də insan orqanizmində kifayət qədər ciddi dəyişikliklərə səbəb olur. Parkinson xəstəliyi yalnız hərəkət pozuntularına səbəb olan bir xəstəlik deyil. Eyni zamanda xəstənin psixoloji vəziyyətinə də ciddi təsir göstərir. Bu, həm beyindəki kimyəvi dəyişikliklərlə, həm də xəstəliyin fiziki məhdudiyyətləri ilə bağlıdır. Bu fikirləri Səhiyyə Nazirliyi Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Yeganə Əliyeva deyib. Nevroloq həmçinin bildirib ki, bəzi xəstələrdə düşünmə funksiyalarında geriləmə, diqqət problemləri və yaddaş zəifliyi müşahidə edilir. Xəstəliyin irəliləməsi ilə demensiya riski də arta bilər. Yuxu problemləri Parkinson xəstələrinin əksəriyyətində müşahidə olunur. Bütün bu faktorlar xəstənin emosional vəziyyətini pisləşdirə və gündəlik həyat fəaliyyətlərində müəyyən çətinliklər yaradır. Ona görə də psixoloji dəstək, sosial münasibətlərin qorunması və stressin idarə edilməsi Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacibdir deyə nevroloq Yeganə Əliyeva bildirib. Pomidor şəkər xəstələrinə ziyandır. Türkiyəli professor Canan Karatay diabet xəstələrinin pomidor istehlakı ilə bağlı xəbərdarlıq edib. O, pomidorun tərkibindəki təbii şəkərin diabet xəstələrinin qan şəkərinə mənfi təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə mətbəxdə demək olar ki, hər yeməkdə istifadə edilən, süfrələrdə əksik olmayan pomidor əslində bilindiyi qədər faydalı deyil. Professor bildirib ki, pomidorun həddindən artıq istehlakı bədənimizə faydadan çox zərər verir. Pomidor istehlak etdikdə qarın boşluğunda həzm üçün ayrılan turşu bir çox həzm probleminə səbəb olur. O, xüsusilə iyun və iyul aylarında xəstələrin şəkər səviyyəsinin artmasının səbəbini pomidor olduğunu vurğulayıb. Həzm baxımından çətin olan mədə və bağırsaqların köhnəlməsinə səbəb olan bu vəziyyət sentyabr ayında yavaşlayır. Mütəxəssis qeyd edib ki, sağlam qidalama üçün səhər yeməyində az yağlı qoyun, keçi pendiri istehlak etmək olduqca faydalı hesab edilir. Amma pomidordan gün ərzində mümkün qədər az istifadə etmək lazımdır. Xüsusən də diabet xəstələri yay aylarında bu miqdara daha çox diqqət etməlidir. Hər gün yumurta yemək ürək-damar xəstəliklərinin qarşısını alır. Avstraliya alimlərinin apardığı tədqiqatda ciddi ürək-damar xəstəlikləri olmayan 70 yaşdan yuxarı 8756 könüllü iştirak edib. Nəticələr göstərib ki, hər gün yumurta yeyən insanlarda ürək xəstəliklərindən ölüm riski 29% daha azdır. Tədqiqatın nəticələri Nutrients jurnalında dərc edilib. Avstraliyanın Monash universitetlərinin alimlərinin sözlərinə görə 100 qram yumurtada təxminən 13 qram zülal var ki, bu da heyvan və ya bitki mənşəli digər zülallardan daha effektiv mənimsənilir. Salonlarda kosmetoloji prosedurlar yol verilməzdi. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, gözəllik salonları tibb müəssisəsindəki sanitar-epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yol verilməzdi. Gözəllik salonlarının təkcə saç və dırnaq baxımı üçün yox, həm də müxtəlif kosmetoloji prosedurlar üçün şərait yaratmağı sağlamlıq üçün təhlükəli ola bilər. Belə salonlarda müxtəlif dəri
dəri təmizləmə və piling, dərinin alt qatlarına vitaminlər, minerallar və digər faydalı maddələrin yeridilməsi ilə aparılan mezoterapiya, botoks və dolğu, eyni zamanda lazer epilyasiyası kimi kosmetoloji xidmətlərin həyata keçirilməyi doğru deyil. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin keçirdiyi yoxlamalar zamanı aşkar edilmiş qanunsuz tibbi fəaliyyətlə məşğul olma faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbih olunaraq növbəti icraata göndərilir. Dünyada ilk dəfə uşaqlıq transplantasiyasından sonra qadın ana olub. Elmin bu inanılmaz möcüzəsi İngiltərədə baş verib. Körpənin anası 36 yaşlı Grace Davidson anadan gəlmə uşaqlıq qüsuru ilə doğulub. Bacısı isə analıq hissini Grace-də yaşasın deyə öz bətnini bağışlayıb. Grace yeni doğulan körpəsinə fədakar bacısının şərəfinə Amy adını verib. Su çiçəyi və qızılcaya yoluxma ilə bağlı son vəziyyət açıqlanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə su çiçəyi və qızılca xəstəliyinin sayında azalma müşahidə olunur. Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2024-cü ilin mart ayından başlayaraq Respublika ərazisində qızılca xəstəliyi tək-tək hallarda qeydə alınır. Qızılca xəstəliyinə qarşı müalicə profilaktika müəssisələri tərəfindən planlı peyvənd işləri davam etdirilir deyə məlumatda qeyd edilib. Qulaqlıqla musiqiyə nə qədər müddət qulaq asmaq olar? Mütəxəssislər 60-60 qaydasına riayət etməyi tövsiyə edir. Musiqiyə fasiləsiz olaraq maksimum 60 dəqiqə 60% səs səviyyəsində qulaq asmaq. Sonra isə 5-10 dəqiqə fasilə vermək lazımdır. Əgər siz daha yüksək səsə üstünlük verirsinizsə, bu halda gündəlik dinləmə müddəti 30 dəqiqədən çox olmamalıdır. Bu barədə həkim Larissa Vilejanyana məlumat verib. Təhlükəsiz hesab edilən səs səviyyəsi maksimum 60% keçməməlidir. Əgər siz musiqiyə daha yüksək səslə, xüsusilə də 85 desibeldən yuxarı səviyyədə qulaq asırsınızsa, eşitmə qabiliyyətinizin zədələnmə riski əhəmiyyətli dərəcədə artır. Əgər musiqi dinlədikdən sonra qulaqlarınızda cingilti və ya uğultu hiss edirsinizsə, nitq və ya digər səsləri əvvəlkindən daha çətin ayırd etməyə başlayırsınızsa, bu səsin çox yüksək olduğuna əlamətidir. Bu kimi simptomlar eşitmənin zədələnməyindən xəbər verir və belə halda həkimə mümkün qədər tez müraciət etmək vacibdir deyə həkim izah edib. Prostat xərçəngin aşkarlamasında yeni tüpürcək testinin qan testindən daha təsirli ola biləcəyi deyilir. Yeni bir araşdırma evdə tüpürcək testinin bəzi kişilərdə prostat xərçəngi riskini aşkar etməkdə bazardakı standart testlərdən daha təsirli olduğunu müəyyən edib. Prostat xərçəngi riski kişilər arasında ən çox yayılmış formalardan biridir. Yeni test skrininq üçün ən əlverişli metod hesab edilib. New England Journal of Medicine-də dərc olunan araşdırma üçün elm adamları Böyük Britaniyada 50-60 yaş arası 6400 kişidən tüpürcək nümunələri götürüb və DNT nümunələrindən poligenik risk skoru adlanan prostat xərçəngi inkişaf riskini hesablamaq üçün istifadə edib. Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə meningitin diaqnostikası, müalicəsi və xəstələrə qulluqla bağlı qlobal tövsiyələrini dərc edib. Bu tövsiyələr xəstəliyin daha tez aşkar edilməsini, vaxtında müalicə olunmasını və uzun müddətli qayğının yaxşılaşdırılmasını hədəfləyir. Ən çox elmi sübutlara əsaslanan bu tövsiyələr meningit səbəbindən baş verən ölüm və əlillik hallarını azaltmaq üçün mühüm bir vasitə hesab olunur. Məqsəd isə bakterial meningit epidemiyalarının aradan qaldırılması. Peyvənd vasitəsilə qarşısı alına bilən bakterial meningit hallarının 50%, bu xəstəlikdən ölüm hallarının 70%-ni azaldılması, eləcə də meningitdən sonra yaranan əlilliklərin azaldılması və xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.